Salamlayıram hər birinizi, dəyərli müəllimlərimiz. Yenidən sertifikasiya müsahibə hazırlığı üçün dəstəyimizi sizə təqdim edirik. Hazırlıqlarımıza qeydiyyat davam edir. İyun ayının 1-dən əsasən hazırlığa başlayacağıq. Hazırlaşmaq istəyənlər indidən yazıb qeydiyyat ola bilərlər. Və sizə bildirim ki, bu günləri bizim izahımız dərs modelləri haqqında olacaq. Hansı ki, 3Y modeli, 5Y modeli və yaxud ənənəvi olaraq 7 mərhələli dərs modeli bu haqda sizə məlumat verəcəm. Müəllimlərimizi daha çox maraqlandıran məsələlərdən biri budur ki, biz icmalları hansı modeldə yazsaq, o zaman bizə heç bir səhv tutulmaz. Əlbəttə ki, bu sizin öz ixtiyarınızdadır. 3 mərhələli də yaza bilərsiniz, 3Y modeli ilə, 5 mərhələli 5Y modeli ilə də yaza bilərsiniz. Lakin bir şey nəzərinizə çatdırım. Təkmilləşdirilmiş kurikulumda Təhsil Nazirliyinin təqdim etdiyi dərs modelləri 5Y modeli ilə təqdim edilib. Hansı ki, birinci başlayır maraq oyatma, araşdırma, izah etmə, möhkəmləndirmə və qiymətləndirmə. Burada isə çətin bir məqam yoxdur. Bu günlər sizə elə o 5Y modelindən danışacağım birinci. 5Y modelində maraq oyatma eynən motivasiyadır. Motivasiyada biz nə edirik? Sual qoyuruq, şagirdlərin diqqətini, meylini, marağını özümüzə cəlb edirik, onların yeni mövzu ilə bağlı fikirlərini alırıq, düşüncələri ilə tanış olmuş oluruq və daha sonra addım atırıq araşdırma. Araşdırmada artıq qoyduğumuz o məqsəd var idi ki, o məqsədə aid suallar təqdim etməklə, istiqamətlər verməklə şagirdləri araşdırmaya cəlb edirik. Çünki biz bilirik ki, kurikulumda şagird informasiyanı pasiv şəkildə qəbul etmir. Müəllim fasilitator olaraq istiqamətini verir, yolunu göstərir, şagird özü araşdıraraq öyrənir. Çünki şagird əgər araşdıraraq öyrənirsə, bu zaman onun uzun müddətli yaddaşına həkk olunacaq, dərs onun üçün maraqlı olacaq və demək olar anlayacaq ki, mən bunu özüm öz əziyyətimlə öyrənmiş oldum. Və nəyi də bacarmırsa, nəyi səhv edirsə, müəllim fasilitator olaraq daim şagirdin yanındadır. Daha sonra keçid alırıq digər istiqamətə. Araşdırdıqdan sonra müəllim onlara sual da təqdim edə bilər, araşdırma zamanı, daha sonra tapşırıq da verə bilər. İzah etmə mərhələsi. İzah etmə mərhələsi 2 hissədən ibarət olur. Birinci hissədə şagirdlər qoyulan suala və yaxud tapşırığa öz fikirlərini, öz cavablarını təqdim edirlər. İzah etmənin ikinci hissəsində isə şagirdlər bir-birinə də rəy verə bilərlər, öz səhvlərini çıxarda bilərlər, yoldaş qiymətləndirməsi edə bilərlər və həmçinin də müəllim də bunu edə bilər. İndi bu müəllimin ixtiyarına qalır. Əgər şagirdlər arasında yoldaş qiymətləndirməsi aparmaq istəyirsə, izah etmənin ikinci yarısında artıq şagirdlərin bir-birinə yoldaş qiymətləndirməsi etməsi, bir-birinə rəy verməsini təmin edə bilər. Yox, əgər müəllim özü qiymətləndirmə aparacaqsa, bu zaman elə özü səhvləri izah edir, korrekt edici rəy də verə bilər, anındaca səhvləri aradan götürə bilər, konstruktiv rəy də verə bilər və şagirdin başa düşmədiklərini ona təkrarən izah edəcək. Gəldik möhkəmləndirmə mərhələsi, refleksiya adlanır. Şagirdin bilmədiklərini, onun üçün qaranlıq qalanları, başa düşmədiyi hissələri yenidən möhkəmləndirməyə başlayırıq. Bu zaman biz 3-2-1-dən də istifadə edə bilərik. BİBÖ-dən də, çıxış biletindən, müsahibə, müzakirə və s. müxtəlif üsullardan istifadə etmək olar. Bura şəxsi jurnallar da daxildir. Daha sonra, nəyə görə mən həmişə şəxsi jurnalları sonda deyirəm? Çünki şəxsi jurnal yazılır bir həftə boyunca, daha sonra ora baxış edilir. Amma 3-2-1-dir, BİBÖ-dür, çıxış biletidir. Bunlar anındaca şagirdin nəyi anladığı, nəyi qaranlıq qaldığı, nəyi başa düşmədiyini ortaya çıxaran bir üsullardır. Və gəldik çıxdıq qiymətləndirməyə. Qiymətləndirmədə müəllim həmin dərsin əvvəlində yaratdığı, təlim məqsədinə əsasən yaratdığı, tərtib etdiyi daha doğrusu meyarlara əsasən şagirdlərə rəy verir, onların daha da yaxşı öyrənməsi üçün konstruktiv rəyi təmin edir və həmin rəyi gündəlikdə yaza bilər, şagirdin özünə şifahi də deyə bilər, amma rəy demişik xüsusi olur, ümumi rəy verilmir. Keçid alırıq digər məsələyə. Motivasiyanı neçə dəqiqə aparaq? Motivasiya maksimum 5 dəqiqə olur. Və yada saxlayın ki, motivasiya təkcə şagirdin diqqətini özümüzə cəlb eləmək deyil, həm də keçiləcək mövzuya maraq oyatmaqdır.
Daha sonra verilən suallarda müəllimə refleksiya nə vaxt aparılır? Bir dərsdə neçə dəfə refleksiya etmək olar? Məsəl üçün belə bir məqam var. Məsələn, Rozenşaynin prinsipləri. Rozenşaynin prinsiplərində müəllim xatırladır, öyrədir, suallarla yoxlayır, yenə tapşırıq verir, tətbiqini izah edir, şagirdlərlə birlikdə edir, sonra yenə yox. Bu zaman artıq biz neynədik? Bir neçə mərhələ ilə gedir və anındaca mövzunu ayrı-ayrı, hissə-hissə ötürdükcə həm də onu yoxlamış olur. Bu zaman həm şagird onu dərindən anlayır, həm uzun müddətli yaddaşa ötürür, yaddan çıxmır, tam anlama mərhələsinə yiyələnir. Həmçinin də müəllim burada refleksiya edir. Refleksiya da nədir? Təlimin keyfiyyətini ortaya qoyan, şagirdin dərsə nə dərəcədə cəlb olunmasını göstərən, dərsin, yəni təlimin nə dərəcədə maraqlı qurulmasını ortaya qoyan bir məqamdır refleksiya. Həmçinin də şagird öz mənfi müsbətlərini, anlayıb anlamadıqlarını, nəyin çətin olduğunu burada başa düşür və bilir ki, nəyi müəllimdən soruşmalıdır, onun nəyə tələbatı var. Refleksiya dərsin ənənəvi mərhələdə, 7 mərhələli dərsdə sonunda deyilirdi, dərsin sonunda aparılır. Amma artıq refleksiya dərsin istənilən mərhələsində aparıla bilər. Və həmçinin də bir məqamı qeyd edim. Sonra qiymətləndirməyə gəldikcə belə bir məqam soruşulur. Məktəbdaxili qiymətləndirmədən gələn suallarımızdan biri belədir. Diaqnostik rəsmi qiymətləndirmə deyilsə, onu aparmamaq da olar? Xeyr. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə hesab edilmir, çünki onun nəticələri heç bir rəsmi sənəddə öz əksini tapmır. Nə məktəbli kitabçasında, nə jurnalda, sinif jurnalında. Buna görə də biz ona deyirik rəsmi qiymətləndirmə deyil. Lakin mütləq şəkildə diaqnostik aparılmalıdır. Diaqnostikin böyük bir əhəmiyyəti var. Şagirdlərin meyl, maraq potensialını, müxtəlif xüsusiyyətlərini, potensial səviyyəsini hansı dərəcədə olmasını göstərir. Gec qavrayandır, tez qavrayan uşaqdır, yadda nə saxlayıb, hansı istiqamətdə çalışmalıdır, bir çox xüsusiyyətləri ortaya qoyan məqam diaqnostik qiymətləndirmədir. Və həmçinin müəllimin planlaşdırmasını düzgün qurması üçün, formativ qiymətləndirməyə düzgün istiqamətlənməsi üçün, formativ qiymətləndirməsində nəyi, necə, hansı istiqamətdə etməsi üçün yol göstərən bir qiymətləndirmədir. Diaqnostik bölmənin bəhsin əvvəlində, yarım illərin əvvəlində, hətta tədris ilinin əvvəlində, məktəbi dəyişdikdə, sinifi dəyişdikdə bu həm müəllim, həm şagirdə aiddir ki, mütləq şəkildə aparılmalıdır. Müəllimin qeyd dəftərində qeyd olunur nəticələri və həmçinin də şagird portfeliosunda saxlanılır. Daha sonra formativ qiymətləndirmə uzun müddətli qiymətləndirmədir. Hansı ki, formativ qiymətləndirmə zamanı biz şagirdin inkişafını təmin edirik. Bu haqda geniş danışmayacağım, digər izahlarımızda olacaq. Summativ qiymətləndirmə isə kəmiyyətcə cəmləyici, ölçən qiymətləndirmədir, nailiyyəti, nəticəni ölçür. Burada iki məqam yaranır. Bir var formativ rəy, bir var summativ rəy. Formativ rəy şagirdi inkişafa aparandır. Şagirdin inkişafını təmin edir. Onu inkişafa, məqsədə istiqamətləndirib, məqsədə çatması üçün kömək edir. Amma summativ rəy alınan nəticəyə yönəlir. Yəni, summativ rəy inkişafı təmin etmir. Daha çox nəticəyə yönəlir. Bu nəticəni nə səbəbdən aldıq? Bu nəticəni almaqda səbəb nə idi? Əsas nələrə diqqət etməliyəm? Bax, bu artıq alınan nəticəyə kökləniriksə summativdir. Amma biz inkişafa yönəliriksə formativdir. Deməli, əvvəllər summativ rəy yox idi. Rəy deyəndə yalnız formativ nəzərdə tutulurdu. Amma artıq bu son illərdə summativ rəy də öz yerini aldı. Rəy formalarını hər bir müəllim bilməlidir. Motivə edici rəydir, təsvir edici rəydir, korrekt edicidir, konstruktivdir. Bu rəylər böyük bir əhəmiyyətə malikdir. Və hər birinin də öz xüsusiyyəti var ki, təlimi effektiv, keyfiyyətli edir.
Əsasən ən bizim tanıdığımız rəy formalarından biri konstruktivdir, hansı ki şagirdi istiqamətləndirir, gələcəyə yönəlikdir, idraki olaraq fəaliyyətə yönəlir və həmçinin şagirdin özünü daha da yaxşı təkmilləşdirməsi üçün spesifik şəkildə ona istiqamət verilir. Amma korrektə edici rəy anındaca səhvləri ona başa salıb, izah edib aradan götürməkdir. Əlbəttə ki, həm korrekt edici, həm konstruktiv, həmçində digər rəy formaları böyük bir əhəmiyyətə malikdir. Sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün həmçinin də bax bu danışdığım materiallarda öz əksini tapmış PDF-lər satılır. Müraciət edərək əldə edə bilərsiniz, özünüz də hazırlaşa bilərsiniz. Hansı ki, müəllimlərimiz əgər aktiv müəllimlərdirsə, özü tam oxuyub, anlamağı, yadda saxlamağı bacarırsa, müsahibə onun üçün çətin olmaz. Yox, əgər kurikulumdan, metodikadan zəifsizsə, mən bunu təlim xatirinə demirəm, özümüz üçün pul qazanmaq xatirinə demirəm, həqiqətən də bu belədir. Metodikadan zəif olan müəllim, bazası olmayan müəllim müsahibədə böyük bir çətinlik çəkəcək. Və bir də verilən suallar odur, özü hazırlaşmadan, mümkündürmü? Özü hazırlaşmadan deyək ki, əgər metodikadan bu sual çox verilir, mən də bunu çox anlaya bilmirəm. Özüm hazırlaşmasam, sizlə qoşulsam, dəqiq bu cavabı alacam. İstəyir bizlə hazırlaşın, istər özünüz hazırlaşın. Əgər məqsəd qarşınıza qoymusunuzsa, o məqsədə doğru irəliləyəcəksinizsə, məsuliyyətlə çalışacaqsınızsa, əlbəttə ki, nəticəyə çatacaqsınız. Bir də belə deyim sizə, metodikadan müsahibədə biz əsasları keçirik. Hansı ki, müsahibəyə düşür. Hansı istiqamətlərdir, nə üzrə çalışmaq lazımdır, həmçində psixoloji istiqamətdir. Psixoloji olaraq suallarımız da sırf olaraq müsahibədə olanlardır. Hələ ki, bugünə qədər elə bir məqamlarla rastlaşmamışıq ki, keçdiyimiz materiallar boşa getsin və yaxud da heç düşmədi deyilsin. Zaten müəllimlərimizin səs yazıları, nəticələr də YouTube-da öz əksini tapır. Kim də tanış olmaq istəsə həmin nəticələrlə göstərilən nömrə ilə WhatsApp-da yazaraq tam olaraq nəticələrlə tanış ola bilər və həmçində biz belə deyək də, müəllimlərimizin çoxsu həyəcan keçirdir, sarsılır. Ki, mən müsahibədə inanmıram, danışma qabiliyyətim yoxdur, nitqim çox susqundur, həyəcan məni boğur. Yadda saxlayın ki, psixoloji olaraq dəstək də hazırlıq zamanı sizə veriləcək. Zaten hər kəs bilir ki, birinci olaraq sağlam psixoloji mühit qururuq, onun üzərində öyrənmə mühiti qururuq. Bunu da yadınızda saxlayın. Sizə sertifikasiyada verilən suallardan biri də bu olacaq. Şagird üçün birinci sağlam psixoloji mühit qurub, pozitivliyi təmin edib, konfliktlərdən, münaqişədən kənar olub və onun üzərində öyrənmə mühitini təşkil edirik. Əgər psixoloji olaraq sinifdə narahatlıq varsa, şagirdlərin ən əlaçı olanı belə həmin mövzunu, həmin təlimi qavrayıb mənimsəyə bilməyəcək. Hər birinizə uğurlar arzulayıram. Müraciət edə bilərsiniz, suallarınızı yaza bilərsiniz şərhlərdə ki, gələn videolarda onları cavablandırım. Uğurlar sizə.